Zabrat 1 qəsəbəsinin ən ideal yerləşməsindən 3 otaq bir evi sizə təqdim edirəm. Hansı ki, satış üzrə Zabratın ən tələbatlı alış-satış yeri məhz bu ərazidir. Qaya ilə üz-üzə tuneli keçəndən sonra 307 saylı məktəblə evin arası 1 dəqiqəlik məsafədə yerləşir. Şəxsi mülkdür, makler evi deyil, qətiyyən. Uzun müddətdir evdə yaşayış var. Həyəti çox genişdir, ən az bir sot qədər deyim torpaq sahəsi var. Lakin maşın girən həyəti yoxdur, onu nəzərinizə çatdırım. Gördüyünüz hissə, baxın bu hissə 1 metrdən çox endədir ki, maşın girmir. Lakin geniş bir həyəti var. 3 otaq, sahəsi də 100 kvadrat qədər olan kürsülü qoşadaşlıdır. Bir daha nəzərinizə çatdırıram. Yaşayışlı evdir, şəxsi mülkdür. Qiyməti də inanın ki, həqiqətən 2 otaqlar qiymətinədir. Ən üstün cəhəti sanuzel və sanitar qovşağın ayrı-ayrı olmasıdır. Öncə başlayaq. Sanitar qovşaq. Bu isə sanuzelidir. Buyurub baxa bilərsiniz. Keçid alaq evin mətbəx hissəsinə. Qaz, işıq, su sayğacları hazır quraşdırılmış vəziyyətdədir. İstilik sistemi kombidir. İnternetinə qədər hamısı daimi işlək haldadır. 4 bir tərəfdən qoşadaşla inşa olunub, kürsülü, fundamentli evdir. Qiymətdə razılıq əsasında ev sahibi ilə danışıq olarsa, yəqin ki, əşyaları saxlamaq mümkün olar. Hazırki qiymətə yalnız mətbəx mebeli və kombi aksesuarları daxildir. Bu hazırda bir uşaq otağıdır. Bu isə geniş bir ailə otağı. Buyurub baxa bilərsiniz. Sənədi bələdiyyədir. Qiymət ilkin olaraq 55.000 manatla satışda olacaq. İnşallah ki, real alana ev sahibi tərəfindən tam normal endirim güzəşt olunacaq. İnşallah ki, hər kim alsa xeyirlisi ilə sahibinə qismət olsun. Və nəhayət, keçək evin qonaq otağına. Koridorun önünə diqqət edin, zəhmət olmasa. Ən azı 2 metr enində koridoru var. Və nəhayət, qonaq otağı. Geniş, hündür, işıqlı pəncərələri var. Otağın ölçüləri tam normaldır. Yerləşmə yerini bir daha nəzərinizə çatdırım. Zabrat 1 qəsəbəsinin tam mərkəzində 307 saylı məktəbin 1 dəqiqəlik məsafəsində bələdiyyə sənədi ilə 3 otaq ev ilkin olaraq 55.000 manatla satışda olacaq. Real alana inşallah ki, endirim olunacaq. Hər kim alsa xeyirli olsun.